Çox hörmətli izləyicilər, ATV komandası hər zaman iş başında olduğu üçün hər kəs bizə minnətdarlığını da bildirir. Hal-hazırda 157 nömrəli ictimai nəqliyyatın içərisindəyik. Yəni bu gün istirahət günündə bu ilə əlaqədardır ki, yəni Sultepe'də bu gün istirahət günüdür. Ümumiyyətlə hər yanda istirahət günüdür, amma iş adamları var, müəyyən lazımı yerlərdə ati orqanlarda iş adamları, işçilər işləyirlər. Amma bu günləri istəyərdim ki, Sultepe'də yolun yenidən yol örtüyünün yenilənməsi vacibdir və lazımdır və bu davam etməlidir və davam edir, amma çox ləng formada. Ona görə ki, bu günləri bunu qarşıda görəcəksiniz. Mən hal-hazırda ictimai nəqliyyatdayam. Çəkiş aparıram ki, yəni burada 113 nömrəli tam orta məktəbin yerləşməsi bəli, çox vacibdir, lazımdır və bu da baş tutub. Məqsəd nədir? Məqsəd budur ki, burada məktəb vaxtlarında, iş vaxtlarında çox böyük bir sıxıntı yaranır. Ona görə, məsələn, bu yolun salınması, örtüyün dəyişilməsi istəyərdik ki, bu istirahət günlərində olsun. İstirahətlərini başqa vaxta salsınlar. Bu iş bizim bu gözəl yol işçilərimiz. Baxın, görün, burada bağça var, görürsünüz. Deyərdim ki, çox yaxşıdır, gözəldir. Yəqin ki, müəllimlər də inşallah öz peşələrini, işlərini bilirlər. Bilməyənlər də hər halda var. Tam olaraq tərifləmək olmaz. Çünki necə deyərlər, öz peşələrlə, işlərlə nümunəvi olsunlar ki, və bizim kanalımıza düşsünlər. Onda bəlkə nəsə tam demək olar. Bu məktəbdir, görürsünüz. Yaxın zamanda remontdan çıxdı, təmirdən çıxdı, yəni burada da asfalt bura qədər gəlib. Amma bugün istəsəydilər, indi hal-hazırda yəqin ki, asfalt örtüyü əşçilər deyilən, Ruslan Allahverdi küçəsi əşçilər deyilən yerə çatardı. Bizi izləyin, davam edirik. Burada bir məqam məni narahat edir şəxsən. Buradakı bir neçə yerdə tramplində, yəni qoyulub, düzdür, qonşular da narazılıq ediblər o tramplin ləğv olunmasına, amma çox həddindən ziyadə, çox böyük formada qoyulub. Kimin bir böyrəyində daş varsa, gəlib 157 marşruta minsə, həkim də lazım olmayacaq. Bəli, mən bunu tam əminliklə deyirəm. Amma nəyə görə onun qanuni formada, qədərində qoyulmasına imkan yaradılmır. İstəyərdim ki, bu məsələlə də aydınlıq gətirilsin. Bu da yuxarı Sultepe'nin 157 nömrəli ictimai nəqliyyatın qalxdığı yoldur. Ona görə dedim, elə buranla da sizi tanış edeyim. Görsənən tərəflər var, görsənməyən tərəflər də var. Buyurun, baxın, görün, yuxarı Sultepe necə də gözəldir. İnşallah ümid edək ki, tam burada evlər öz həllini tapana qədər hər şey yaxşı olsun. O yolda çəkiblər. Həmişə hər bir yerə gedəndə hər bir işin gözəlliyi onun yolundan bəllidir. Bizim də yolumuzun burada yaxşıdır. Ümid edirəm ki, Sultepe'nin də mərkəzi yolu Ruslan Allahverdi küçəsi tam bərpa olacaq. Mənzərədir, həqiqətən Sultepe mənzərədir. Ümid edək ki, hər şey gözəldir, hər şey yaxşıdır. Çalışmaq lazımdır ki, daha da gözəl olsun inşallah. Bir kör nə istəyər? İki göz, biri əyri, biri düz. Biz istəyərdik ki, ikisi də düz olsun, gözəl olsun. ATV belə istəyir, ATV'nin komandası belə istəyir.
Ata TV izləyiciləri, hal-hazırda Xocəsən Sağlamlıq Mərkəzi deyilən, yəni poliklinikamız Xocəsən, Yuxarı Sultepe, Çiçək ətrafı yaşayış məntəqələrindən hər kəs bura gəlir. Gördüyünüz kimi Xocəsən Sağlamlıq Mərkəzidir bura. Yəni bildirmək istəyirəm ki, burada yəni insanlara xidmət də orta. Çünki bu Xocəsən Sağlamlıq Mərkəzində həkim çatışmamazlığı var, rengen yoxdur. Rengendən keçmək üçün başqa poliklinikalara göndərilir. Həkim çatışmamazlığı var. Özləri də bunu dəfələrlə deyiblər. Mən də elə indi bunu buradan səsləndirdim ki, yəni bu da 157-nin, 158-in son dayanacağıdır. Şəhid bulağımız. İnşallah indi bu şəhid bulağında lenti alacağım, görəcəksiniz. Değerli izleyiciler, hal-hazırda mən 158 və 157 nömrəli Yuxarı Sultepe və Aşağı Sultepe deyək Babatürk yolundan gələn ictimai nəqliyyatın son dayanacağındayım. Görürsünüz ki, burada da doğrudan da şəhid bulağının burada deyirlər yerləşdirilməsi, tikilməsi çox gözəldir, vacibdir, lazımdır. Biz hər birimiz şəhidlərimizə borçluyuq. Şəhidlərimiz bizim baş tacımızdır. Bir dənə yoxlayayım, görün buradan bir su gəlir mi heç olmasa. Bir baxaq. Bəh. Allah ölənlərinə rəhmət eləsin. Hər bir kəsin ki, burada bunu yaradıblar. Yəqin ki, bələdiyyənin iş oları bu. Şəhidlərin şəxsi lap gözəl şəxsi olub. Bələdiyyələr İnşallah hər kəs eləyibsə çox gözəldir. Azərbaycan da bayrağının burada da uzalması bizim için çox önəmlidir, şərəflidir. Mən bu qədər Rəsafil Bayramov, Ata TV'nin və İctimai Xəbər Agentliyinin rəhbəri. Ben ictimai nəqliyyatda olduğumdan yani heç bir problem de yoktur. İnsanların əhatəsindəyəm. Doğrudan da 313 nömrəli məktəbin son zamanlar yani belə bir yani post-pop görürsüz. Her zaman her şey öz izlərlər qaydası ilə qorunur. PPS deyək. Polis xidmətimiz, bəli, Azərbaycan polisi hər zaman öz peşəsində, öz işinin başında bizi kimi hər zaman öz işlərinin öhdəsindən gəlməyi bacarırlar. Özünüz də gördünüz, çəkdimdə. İnşallah ümid edək ki, bura qədər asfalt örtüyü dəyişilib, yenilənib. Burada bir məqam da var ki, yəni insanlar düzdür, çıxış etməyə utanırlar, istəmirlər. Ancaq mən onların əvəzindən deyim ki, yani bu ara məhlə yollarının da asfalt örtüylə dəyişilməsi, yenilənməsi, haradasa yoxdursa salınması deyərdim ki, çox vacibdir. Çünki bu məktəbə gələn bizim balaca gənclərimiz, balalarımız palçıqdan, sudan, yəni üstlərinin, paltarlarının, sumkalarının batıb başmasından canları qutarar. Çünki bizim dövlətimizdə hər şey var. Hər şey var Allah'a şükür, Allah'ın köməyindən hər şeyimiz var. Sadəcə eləyən məmur, eləyən oğul, vicdanlı bizlərlər, insanlar lazım ki, bunları həyata keçirsin. Değerli izləyicilər, baxın. Maşına baxın, qabaqdakı maşına baxın. Necə atlanır? 20 santim bu trampolinin 20 santim hündürlüğü var. Bakın görürsünüz. Şimdi ben özüm görüm neçə metre yukarı tullanacağım bilmirəm. İndi baxasın oxa. Bu baxır sürüsünün. Baxırsınız. Görün. Bak bunu sökmeye insanlar burada maneçik törədilər. Qoymurlar ki buradan cəm maşın bərk gedir. Ben bir məsləhət eləyərdim ki, görürsünüz bana burada
asla keçdi. Gördünüz? Ya Allah. Mən bir məsləhət eləyərdim. Fikir söyləyirəm ki, bu Sultepe'nin daxilində də yeni kameralar quraşdırılsın. Ancaq bu tramplinlər ləğv olsun. Qoy cərimələnsinlər. Bək sürüb, hökumətin, dövlətin qanunu var, polislərimiz var, dövlət yol polisləri var. Qoy cərimələsinlər. Cərimələr yığılsın, hökumətin balansına, vergi nazirliyinə kömək olsun. Təqaüdlərin artırılması daha da möhtəşəm olar. Bu da bizim Sultepe'nin ətçilər deyilən, qaşıyıblar, inşallah asfalt yazarlar. Amma bugün, dünən istəsəydilər, yəqin ki, buranın da tam asfalt örtü ilə bürümüşdülər. Görürsünüz? Burada probka yaranır. Bəli, burada probka yaranır. Hər zaman burada probka yaranır. Çünki burada darısqallıq var. Bu kafeye burada maaşı törədir. İşıq stolbaları burada maaşı törədir. Görürsünüz? 217 nömrə məktəbə gedən yoldur bura. Buradan şagirdlər məktəb vaxtı imkan tapıb keçə bilmirlər. Xahiş edirəm, özüm də cəmaatın adından danışıram şəxsən, bir ağsaqqal kimi, bir rəhbər kimi bu məsələlər, necə deyərlər, nəzərə alınsın. Maşallah, evə baxın, evə. Mən ümid edirəm ki, həqiqətən belə qismət olsun, yol da yaxşı olsun. Mən dəfələn çəkiş eləmişəm burada, amma hər zaman burada yol çox pis gündə olub, ev yaxşı olsa da belə yollarımız pis olub. Baxaq, məhəllə yollarını düzəlt, insanlar tələb edir. Bu da bizim zibillik deyilən bir mənəzadır, Ayaz Marketin yanıdır. Son vaxtlar deyərdim, laf bir neçə müddət ki, doğrudan da bizim Sultepe Belediyesi, Xocəsən Belediyesi, yəni bu təmizlik işində seçilirlər. Mən ictimai yerlərdə, şəhərdə az neftdən tutmuş 20-ci sahə, nə bilim, lökbatan hər yanda Respublikamızda olan bir insan kimi, jurnalist kimi hər zaman baxış keçirdirəm. Amma bu Sultepe son zamanlar bu zibilliyi ilə əlaqədar həqiqətən də seçilir. Alqışlayırıq. Var olsun Sultepe Belediyesi, Xocəsən Belediyesi. Bu da Sultepe köhnə məhəllə. Məsafət burada qalırdın da sən? Kimin nə sualı var, sözü var, şərhlərdə yazmağınızı hər kəsdən xahiş edirəm. Təklif də ola bilər, irad da ola bilər, xahiş edirəm. Yəni iradlarınızı, təkliflərinizi şərh bölümlərindən yazmağı unutmayın. Paylaşmağı da unutmayın. Görürsünüz, doğrudan da bazen zibil qutular tərtəmiz, düzdür, küçə darısqallıq var burada. Bu gedək ki, bu yaxında inşallah burada da bir yeni binaların tikişi başlayar. Bu da Sultepe'nin girişi, artıq Şamaxı-Bakı yoluna qədəm qoyurum. Mən bu qədər Rəsafi Bayramov ATTV-nin rəhbəri.